İyun ayının 4-ü İnci Uşaq bağçasında 2014-2015-ci tədris ilinin yekunu olaraq məzun günü keçirilib. Bağçadan Azərbaycan və Rus bölmələrinin hər birindən 15 uşaq olmaqla ümumilikdə 30 uşaq məzun olub. Təntənəli şəkildə qeyd olunan məzun günündə iştirak edən valideynlər övladları ilə birgə bir-birinə maraqlı çıxışlar hazırlayaraq bu günü daha da unudulmaz etməyə çalışıblar. Onlar cürbəcür şeirlər, mahnılar ifa edib maraqlı səhnəciklər göstəriblər. Uşaqlardan bəziləri xüsusi bacarıqlarına görə müxtəlif nominasiyalar üzrə təltif olunublar. Valideynlər keçirilən tədbirlə bağlı təəssüratlarını GSR FM-lə bölüşüblər. Və bugün də tam əminliklə deyə bilərəm ki, mənim oğlum məktəbə hazır şəkildə bağçadan ayrılır və çox xoş təəssürat bağışladı bugünkü tədbir mənə, uşaqların çıxışı, ümumiyyətlə hər şey. Və mən fürsətdən istifadə edib uşaqlara gələcək həyatlarında uğurlar arzulamaq istəyirəm. İstəyirəm ki, onların məktəb məzuniyyətlərini və universitetdən məzun olduqları günləri görək. Hər bir uşağa uğurlar arzulayıram. 2 ildir uşağım bura gəlir, yəni çox məmnunam. Bugünkü gündəki yəni çox gözəl hazırlanıb gördüyünüz kimi. Hər şey düşünülmüş uşaqlarımız üçün. Gözəl. Təəssüratlarımız çox yaxşı. Sonda məktəbə qədər hazırlıq dövrünü uğurla başa vurduqları üçün balacalara diplomlar təqdim olunub. Bu da sənin dostların şəkilləridir, yaxşı?